Sıradakı süjetimiz də qardaş Özbəkistandandır. Zəngin mədəniyyəti ilə tanınan Özbəkistanın paytaxtı Daşkənddəndir. Şef redaktorumuz İbrahim Kamiloğlu səhranın ortasında yaşıl şəhər adlandırıla biləcəyi Daşkəndin tarixindən danışacaq. Abidələri və görməli yerləri barədə məlumat verəcək. Bakıdan 2 saat yarımlıq uçuş məsafəsində yerləşən Daşkənd Özbəkistanın paytaxtı olmaqla yanaşı həm də ən böyük şəhəridir. Sahəsi 631 kvadrat kilometr, əhalisi 3,1 milyon nəfərdir. 1966-cı ildə şəhərdə 8-9 bal gücündə zəlzələ baş verib. Nəticədə də böyük hissəsi dağılıb. Sovet rəhbərliyi təcili qərar verib və şəhər qısa müddətdə yenidən qurulub. Bu səbəbdən də 2000 ildən artıq tarixə malik olan Daşkənddə qədim şərq memarlığını, Sovet modernizmini və müasir göydələnləri bir arada görmək mümkündür. Daşkənddə ilk diqqət çəkənlərdən biri də şəhərin yaşıllığıdır. Burada həm parklar çoxdur, həm də şəhər bütünlüklə yaşıllığa bürünüb. Bunun səbəbi isə heç də yağıntılar deyil, əksinə yayda hava xüsusilə quraq keçir. Bunun əsas səbəbi həm süni suvarma sistemlərinin genişləndirilməsi, həm də ağacəkmə ənənələrinin hələ də davam etdirilməsidir. Yaşıllıqla bərabər küçələrin təmizliyi və səliqə də xüsusilə diqqət çəkir. Həmçinin türk qonaqpərvərliyi və səmimiyyəti də turistlərdə xoş təəssürat yaradır. Qonağın Azərbaycanlı olduğunu bildikdə isə səmimi şəkildə qardaşımız, qardaş Azərbaycan ifadəsinin işlədildiyi bu ölkədə insan yadlıq hiss etmir. Özbəkistan zəngin mətbəxi və mədəniyyəti ilə də çox məşhurdur. Özbək plovunun dadı, çörəyinin əvəzsiz ətri dillər əzbəridir. Turistlərin ən çox üz tutduğu Çorsu bazarında çörəyin müxtəlif növləri ilə yanaşı qab formasında un məmulatlarına da rast gəlinir. Bazar həm də zəngin quru meyvələri və ədviyyatları ilə məşhurdur. 10 hektardan çox ərazini əhatə edən İslam sivilizasiyaları mərkəzində də daim izdiham yaşanır. Günbəzinin hündürlüyü 65 metr olan bu mədəniyyət məkanında qədim İslam irsi ilə müasir muzey texnologiyaları bir araya gəlib. Nadir əlyazmalar, tarixi kitablar və İslam dünyasının böyük alimlərinin irsinin nümayiş etdirildiyi bu mərkəz yalnız muzey deyil, burada kitabxana, elmi tədqiqat və bərpa laboratoriyaları da fəaliyyət göstərir. Burada İslam dünyasının 1000 ildən artıq tarixə malik dini, elmi, mədəni və memarlıq nümunələri müasir texnologiyalarla təqdim olunur. Mərkəzin ən dəyərli eksponatlarından biri isə Osman Quranı kimi tanınan bu qədim Quran əlyazmasıdır. Bu əlyazmanın 1400-ə yaxın yaşı var. Görməli yerlər sırasında televiziya qülləsi və Əmir Teymur meydanı da var. Özbəkistanın kurort zonaları isə əsasən Çarvaq su anbarının sahilində və Qərbi Tiyanşandadır. Daşkəndin mərkəzindən 80-90 kilometr aralıda yerləşən Çarvaq gölü kimi də tanınan su anbarı 1964-70-ci illər arasında inşa edilib. Ölkənin ən böyük və məşhur kurortları isə Amirsoy və Beldersaydır. Daşkənddən 65 kilometr şərqdə yerləşən Amirsoy xizək yollarına görə dünyada ad qazanıb. Bura Mərkəzi Asiyanın ən böyük dağ kurortlarından olan Amirsoydur. Ərazisi 900 hektara yaxın olan bu məkanda böyük kanat yolları və xizək infrastrukturu var. Tiyanşan dağlarının qoynunda yerləşən istirahət zonası il boyu fəaliyyət göstərir. Beləliklə, səhranın ortasında yaşıl şəhər də adlandırıla biləcək Daşkənd həm təbiəti, həm zəngin mədəniyyəti, həm də insanların xoş və səmimi münasibəti sayəsində daha çox turist cəlb etmək potensialına malikdir. İbrahim Kamiloğlu, Davud İbrahimov, Xəzər xəbər.